Zənnəmə düşmən xəbəri yox ki, Azərbaycanlılar artıq o postu alıblar. Hərəmiz fərqli istiqamətlərdən, sol, orta və sağ cinahlardan girməyə çalışsaq da, bizim haradan çıxacağımızı bilir, həmin istiqamətin nişan alır. Düşdü o erməni, maşını qoydu, qaçdı. Bizdə su yox, adam enerji qalmır. İlk öncə Hadrut istiqamətində biz irəlilədik. Biz zənn edirik ki, düşmən qabaqda qaçdı, geriyə qaçdı. Hər şey qaldı orada, ərzaq falan hamısı. Düz sonradan biz ondan istifadə elədik. Özü də şoka düşdü, qaçdı. Da getdi, yəqin əvvəlki qoşunlarına xəbər verməyə. Artıq Azərbaycanlılar gəlir, irəliləyir. Biz bir neçə kənddə irəliləyəndən sonra orada bütün demək olar ki, bir dənə ev qalmamışdı. Hamısı sökük, daşlar. Yəni bir şey ki, gizlənməyə bir yer yox idi ki, mövqeylənəsən. Artıq bu xətləri, müdafiə xətlərini yarandan sonra deməli biz Cəbrayılda ayın 4-cü günü, oktyabrın 4-cü bizə artıq tapşırıq verildi ki, geriyə qayıtmaq lazımdır. Artıq Cəbrayılın tam hissəsi demək olar şəhərlə daxil alınmışdı. Bəzi etnik təmizləmələr qalmaq şərti ilə Cəbrayıl şəhəri işğaldan azad olmuşdu. Artıq növbəti tapşırıq hazırlaşırdıq biz. Biz qayıtdıq yenidən Füzuliyə. Füzuliyə qayıtdıq. Bir gün istirahət edəndən sonra səhər günü artıq bizə tapşırıq gəldi. İlk öncə Hadrut istiqamətində biz irəlilədik. Hadrut istiqamətinə gedən yağışlı bir gündür. Bizim üçün ən çətini yağış idi. Çünki yağış yağanda onsuz da sən ağırdı. Əynindəki də çox ağırdı sənin. Bir üstəki palçıqda irəliləmək daha çətin olurdu. İrəlilədik. Qarşıdan bir məqam yarandı. Qarşıdan bizim hərbi hissələr gəldi. Soruşdum, nə baş verir burada? Dedi, yəni biraz çətin ora girmək. Bizə tapşırıq gəldi ki, artıq ora getmək lazımdır. Deməli, orada bir ərazi vardı. Səngər kimi bir yerdi, amma belə samanlıqlar da demək ki, orayla örtülüb. Nəsə oradan keçirik. Snayper də bizi oradan bilir ki, artıq tərpənir axı onunla. Biz yerində oralar tərpənir. Snayper də atır. Təqrib atır, kimə deyər. Çünki o da tam görmür. Bir tərəfdən minametlər atır, bir tərəfdən snayper atır. Biz irəliləyirik, aranı irəliləyirik. Biz belə gedəsi yolu düzünə gedəsi. Düşmən burada fırlanaraq gedirik ki, artıq düşmən hiss eləməsin bizim gəldiyimizi. Getdik, gecəyə kimi yol getdik. Səhər çıxmışdı, gecəyə kimi yol getdik. Artıq haldan düşmüşük. Deməli bir məqam oldu orada. Biz onların sənnəmə postuna yaxınlaşırıq. Gecə vaxtı görünmür bunların postlarında. Burada çay daşları var idi. Harada bulaq kimi bir yer var idi orada. Oradan keçəndə səsimiz gəldi, ayaq səslərimiz. Çık-çık səsdən artıq düşmən oyandı ki, biz gəlirik. Amma biz hələ görmürük ya, onların postlarıdır. Biraz da gedəndən sonra düz kolonla gedirik. Mən də axır sıralarda durmuşam, hərənin öz yeri var idi. Getdiyimiz anda biz zənn edirik ki, düşmən qabaqdadır. Sən demə, solda bunların postu varmış. O postdan haradasa 7-8 nəfər olardı onlar. Çünki trasiya güllələri atırdılar. O güllələrdən zənn olur ki, neçə nəfər var o postda. 7-8 nəfər olardı. Bizi ateşə tutdular. Biz də artıq başladıq, çönərək sol tərəfə, mövqeləndik. Ateş asma başladı bizdə. Orada bir haradasa 15-20 dəqiqə atışma getdi aramızda. Ondan sonra onlar dayandılar. Dayandılar və biz də dayanandan sonra zənn edildilər ki, artıq biz geri qayıtmışıq. Halbuki biz orada balaca bir səngər var idi, uzunlaması. Hamımız girmişdik onun içinə, qısılaraq bu formada artıq qısılmışdıq. O formada biz onun içərisində gözlədik. Tapşırıq gəldi ki, bir səs salmayın. Havaya işıqlandırma üçün ateş açırdılar. Elə bilsən ki, ateş açılan hər tərəf aydınlıq görünürdü. Biz isə uzanmışdıq yerə ki, ümumiyyətlə görməsinlər bizi. Tərpənmirdik, bir şey nəfəs belə almırdıq ki, o həmin məqamda tərpəniş olmasın. Düşmən görsə, yəni açıq mövqedəyik, demək ki, bizi məhv edə bilər. Ondan sonra səhərə kimi biz orada qısılıb qaldıq, səhərə kimi. Heç bir addım atmadıq. Çünki qarşıda bilmədik tam olaraq 7-8 nəfərdən əlavə onlarda qüvvə varmı və yaxud da köməyə çağırıblarmı, necə olacaq məlumatımız yox idi. Səhərə yaxında üstümüzə yağış yağırdı, çıxa da bilmirik, çıxsa səs eləyəcəyik oradan. Orada qalmışıq. Səhərə yaxın 5-in yarısı idi, komandir tapşırıq verdi ki, geriyə qayıtmaq lazımdır. Artıq geriyə qayıtmaq, durduq, bir şəhid verdi orada biz, bir neçə yaralı ilə artıq onları götürərək geri qayıtdıq.
geri qayıtdıq və artıq itmiş vəziyyətdə idi. Su belə tapa bilmirdik. Bir şey ki, onlarda səngər var, artıq bir postu götürülmüşdü onların. O səngərin o qədər palçıq idi ki, adamın ayağı palçığınca batıb çıxmırdı. O vəziyyət idi. Bizdə su yox, adam enerji qalmır baxır. Yemək onsuz da yeməsəydi qalır, amma susuz da yanmaq olmurdu. Bir şey ki, yağış yağanda ağzımı açırdım ki, su ağzıma da olsun, yəni o şəkildə, o da damızı formasında olurdu. Bu formada biz geri çəkiləndən sonra növbət də ora getmək lazım idi. Öz mövqeyimizi yenidən qurandan sonra, yəni daha artıq qüvvə ilə yenidən hücum planı təşkil olunurdu. Ondan sonra yenidən komplektləşdirdik, bütün sastav, hamı öz yerində olmaq şərti ilə yenidən hücuma keçdik. Hücumlar öz nəticəsini verdi. Füzuli şəhəri oktyabr ayının 17-si alınmışdı. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır. Füzuli şəhərin ətrafında döyüşlər, qızğın döyüşlər gedirdi. Gecəsi tapşırıq gəldi ki, deməli orada karyer deyilən bir yer var Füzulidə. Ora alınmaz bir qala kimi görünürdü. Yəni ora nə atsan, nə eləsən də mümkün deyildi. Oranı ancaq ağır artilleriya vura bilərdi. Bu şəkildə də oldu, amma gecənin bir tapşırıq gəldi ki, deməli siz Cəbrayıl Füzuli rayonunun ətrafını, şəhərini deməli qorumaq şərti ilə bizim digər hərbi hissələrimiz xüsusi təyinatlar. Onlar oraya hücuma keçəcək. Hücuma keçdilər onlar, gecəni hücuma keçdilər. Düz ağır itkilərimiz də oldu bizim orada. Ağır artilleriyanın dəstəyi ilə ora həmin gecə alındı.